Sonuncu dəfə Ağdam şəhərinə 397 sakindən ibarət 110 ailə qayıdıb. Şəhərdə yaşayanların sayı 1408 nəfərə, ailələrin sayı isə 659-a çatıb. Doğma yurda qovuşan ailələrimizin sevincini paylaşır, onlara xoşbəxt və firavan həyat arzuluyuruq. Qeyd edək ki, ikinci yaşayış məhəlləsi 13 hektardan çoxdur və burada 11 məhəllə var. 11 məhəllə üzrə ümumilikdə 60 bina inşa edilib. Kompleksdə 114-ü bir otaqlı, 464-ü 2 otaqlı, 536-sı 3 otaqlı, 154-ü 4 otaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində geniş miqyaslı abadlıq, quruculuq işləri görülüb. Uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib. İdman və uşaq meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb. Aprelin 24-də 110 ailənin köçdüyünü nəzərə alsaq, ümumilikdə ikinci yaşayış məhəlləsinə köçən ailələrin sayı 659-a çatıb. Bu isə o deməkdir ki, 1268 mənzildən 659 mənzil öz sahibinə çatıb. Buradan belə bir nəticəyə gəlmək olar ki, 609 ev hələ ki boşdur və 609 ailə ikinci yaşayış məhəlləsində evlə təmin olunacaq. Daha sonra isə 5-ci və 4-cü yaşayış məhəlləsindəki işlər yekunlaşdıqdan sonra minlərlə ailə yenə də Ağdam şəhərinə köçü başlayacaq. Bu gördüğünüz çay evinin aşağı yeraltı olan mərtəbəsidir. Yəni daha sonra baxın, birinci mərtəbə, ikinci mərtəbə və üçüncü mərtəbənin tikintisi aparılacaq və Ağdam şəhərinin ən gözəl
mərkəzlərindən biri olacaq, istirahət mərkəzlərindən biri olacaq Ağdam çay evi. Ətrafında ikinci yaşayış məhəlləsi yerləşir və Ağdam Cümə məscidinin qarşısında olacaq məhz bu çay evi. Ağdam Cümə məscidinin qarşısında sağ tərəfində Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş bulaq abidə kompleksi tikiləcək. Artıq çox işlər görülüb. Yaxın zamanda məhz bu bulaq da istifadəyə veriləcək. Bulağın yanında isə yenə dediyim kimi söhbətgah olacaq və o qarşıda bildiyiniz kimi az öncə məlumat verdim. Dəstəmaz otaqları, cənazə yuyulması üçün yer olacaq. Arxa tərəf isə yaşıllaşmış bir zonanı əhatə edəcək.